Ümumiyyətlə Aytən xanım, belə bir mövzuda toxunmaq istəyirəm bağlantılı olaraq əsas mövzumuza. Bizim münasibətlərlə bağlı oturmuş patronlarımız var əksəriyyətimizin beynində. Siz dediniz ki, beynimiz necə işləyir? Məndə orada lampa yandı. Bu oturmuş patronlar necə işləyir? Biz ümumiyyətlə həyatı valideynlərimizin gözü ilə, dolayısıyla metaforik desək, valideynlərimizin pəncərəsindən tanıyırıq da. Çünki biz valideynlərimizin ailəsində dünyaya gəlirik deyə, onlar bizə həyatı necə təqdim eləyir, elə öyrənirik. Ona görə bir gözəl söz var. Deyirlər ki, bir övladın 3 valideyni var. Anası, atası və anası atasının arasında olan münasibət. Bəli. Ona görə də biz valideynimizin bizə olan münasibəti və onların aralarındakı münasibət patronlarını gələcək həyatımızda bəyənməsək belə, hətta bəyənsək də, bəyənməsək də, bəli, müəyyən qism biz meylli oluruq onları təkrarlamağa. Bəli, çünki biz, o bir söz var, deyir, aşıq gördüyün çalar. Bəli, biz nə görürük, onu təkrarlamağa meylliyik. Artıq qınama. Bəli, qınama məsələsi. Bir sizə real case danışım, əlbəttə o privatlığı qoruyaraq. Bir xanım müraciət etmişdi. Şəxsi münasibətlərində daim problemlər yaşayırdı. Çünki xanım düşünürdü ki, sevgi münasibətində bəy mütləq çox qısqanc, kontrolcu olmalıdır. Bəli, daim yoxlamalıdır. Heç bir şəxsi sərhəd yox idi xanımda. Yəni bəy istədiyi an onun çantasına girə bilərdi, baxa bilərdi, telefonunu, sosial mediasını, bəli, heç bir icazəsiz və sanki belə də olmalıdır kimi ona təqdim olunurdu. Və bəydə bunlar zamanla müəyyən periodlarda onda işi çox olurdu və s. unuda bilərdi, yəni gündəlik olmayanda xanım özünü sanki dəyərsiz, diqqətdən kənar hiss eləyirdi. Və biz bəli, xanımla bir neçə seans eləyəndən sonra və bunu da yeri gəlmişkən qeyd edim ki, bənzər yəni кейslər, məsələlər mənim çox qarşıma çıxır. Əsasən bu xanımlarımızda olur. Baxın, burada biz bir neçə tərəfə baxa bilərik. Biz burada valideynin övladına münasibətinə baxa bilərik. Misal üçün belə nümunə gətirim də. Tutaq ki, bizim valideynimizin hər hansı biri bizə daim hiss elətdirir ki, biz ancaq özümüzü kontrol altında hiss eləməliyik. Dərsdən gəldik, aha, belə oturmalısan, elə yeməlisən, saat filana qədər, məsələn, televizora baxa bilərsən, dərsin. Biz kontrolu neyləmişik? Özümüzün komfort zonasına çevirmişik. Ona görə də həyatımıza gətirdiyimiz insanlar, çünki onlar elə belə gəlmirlər. Bu ayna effekti deyilən bir şey var da, ayna olaraq gəlirlər. Onlar niyə gəlirlər? Onlar ya bizə xidmət eləmək üçün gəlirlər, yaxşı anlamda xidmət eləmək, ya da bizim düzəlməli olan tərəflərimiz var, hansı ki, üzərində korreksiya işləri eləməliyik. O düzəlişləri bizə göstərmək üçün həyatımıza gəlirlər. O bəy də həmin xanımın həyatına gəldi və bir yerdən sonra xanım artıq o qədər o kontrollara doymurdu ki, bəli, yəni görürsünüz necə maraqlıdır, siz də üzünüzdən görürəm, çox heyrətdən dinləyirsiniz. Bəli, çünki adətən nə olur, biz deyirik ki, yaxşı olar, biraz rahat olaq, yəni hamı rahat nəfəs alım, niyə də, nə ehtiyac var? Ancaq belə insanlar inanın ki, çoxdur. Bu da nədir? Evdə gördüyü o patronları, o davranış qəliblərini təkrarlamaq meylidir. Ancaq bir yerdən sonra o fərqindəlik yaranandan sonra, xanım başa düşəndən sonra ki, bir bəy, onun həyatında olan bəy, onun anası, atası deyil və onun anası, atasının ona bu cür tutumu, davranışı doğru deyil idi. Əslində sağlam münasibət üçün kontrolə ehtiyac yoxdur. Bir-birinə güvənmək də sağlam sevgidir əslində. Bunu anlayanda, bəli, bu fərqindəlik yarananda artıq insan bir növ ayılmış olur. Və bunu anlayanda, dərk edəndə, bunu əlbəttə birdən-birə dəyişmək mümkün deyil. Yəni. Çünki bəlli bir yaşa qədər bununla yaşayır. Ancaq bir yerdən sonra üzərində işlədikcə artıq doğru insanlar bizim həyatımıza gəlməyə başlayır. Mən bunu həmişə belə canlandırıram. Deyirəm ki, sanki düşünün ki, biz həyatda daim imtahan veririk müəyyən bir məsələlərdən. İmtahan nə vaxta qədər davam edir? O vaxta qədər ki, bəli, biz oradan yaxşı qiymət alırıq. Nə oldu? Keçdi digər səviyyə, digər məsələlər. Belə-belə bizim inkişafımız gedə bilər ancaq. Onun üçün deyirdim ki, dayanmaq, baxmaq, fərqində olmaq, həll eləmək istəyirəm ya yox. İstəyirəmsə bu yollar, istəmirəmsə artıq nə oluram? Qalıram qurban rolunda, ancaq şikayət eləyirəm. Amma istəyirəm deyib də hərəkət etməyəndə deməli istəmir. Bəli, əslində istəmir. Çünki biz əslində istədiyimiz hər bir şeyin illə də bir yolunu tapırıq. Ya tez, ya gec. Onu dəyişməməyimizin səbəbi elə özümüzük. Əslində bəli.
Çox ağır üzləşmədir ya bu. Ağır üzləşmədir. Ağır üzləşmədir. Ancaq böyümək onsuz da nisbətən ağırlı bir prosesdir. Amma bəzən olur ki, bax məsəl üçün məndə var belə bir şey. İstəyirəm. Üfüq görmüşəm, amma gedə bilmirəm. O da qorxudur görəsən. Əlbəttə. 2 sual. Doğrudan getmək istəyirsiniz irəliyə, yoxsa olduğunuz yer sizi qane edir? Əslində getmək istəyirəm. Əslində getmək istəyirsinizsə, Cığırı tapmamışam. bəli. Cığırı necə tapa bilərsiniz? Addım ataraq. Addım atmışam, amma demişəm, etməmişəm də. Sadəcə məsəl orada bir məsələ var orada. Bir xanıma demişəm ki, sən mənə burada kömək eləyərsən, o da deyib, sevə-sevə mən sənə kömək eləyərəm. Amma həmən o xanım zəng eləyir mənə arada. Həmən fırladıram ki, belə eləyərik, belə eləyərik. Deməli mən qaçıram əslində. Qaçırsınız. Nədən qorxursunuz? Bənzər situasiyada olmusunuz, yoxsa ilk dəfə eləyəcəksiniz? İlk dəfə eləyəcəm onu. Ola bilər, ilklər bəzən bizi qorxuda bilər. Ancaq yadınıza salın da o balaca Aytən. Haçan ki, müəlliməsi deyirdi ki, biabır olarıq ha, ancaq biabır olmadı. Olmadı, yox. Bəli. Ona görə də Çox bir dəfə riskə qəribədir. gedib şampan içib ömürlük xoşbəxt olmaq olar. Ruslar belə deyir də. Tam razıyam.